Bir il əvvəl lisenziyası geri alınan Bakı Sığorta Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib. Telegrafa istinadən xəbər veririk ki, şirkət kreditorlara müraciət edərək tələblərini 2 ay müddətində bildirmələrini xahiş edib. Xatırladaq ki, Bakı Sığorta 1994-cü ildə Tural Sığorta adı ilə yaradılıb. 2007-ci ildə isə rebranding edərək hazırki adını alıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 925 min 440 manat təşkil edir. Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Oqtay Pirmuradoğlu Şeydəbəyovdur. Lisenziyası geri alınmazdan əvvəlki son maliyyə ili olan 2023-cü ildə Bakı Sığorta 555 min manat mənfəət əldə edib. Həmin dövrdə şirkətin ümumi gəlirləri 7,6 milyon manat. Toplanan sığorta haqları isə 4,9 milyon manat olub. Mərkəzi Bank lisenziyanın geri alınmasına səbəb kimi şirkətin maliyyə dayanıqlılığının aşağı olmasını göstərib. Qeyd edək ki, Bakı Sığorta Açıq Səhmdar Cəmiyyətinin səhmdarları Bank Respublika Açıq Səhmdar Cəmiyyəti, Diamond Motors MMC, Ekaleasing MMC, Toyota Apşeron Center MMC, Yeni Motor MMC və 2 fiziki şəxsdir. Məlumatlara görə Bank Respublika Açıq Səhmdar Cəmiyyəti və Toyota Apşeron Center MMC Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsusdur.